Bismillah. Buyurun Aynur Hanım. Hər vaxtınız xeyirli olsun dəyərli liderlərimiz. Hər birinizi xoş gördük. Hər birinizin bayramınız bir daha mübarək. İnşallah ki, neçə belə gözəl bayramlara çıxasınız. Ailənizlə, sevdiklərinizlə canınız sağ, ailənizlə birlikdə və gələn il bayramı ən azından, yəni Home Life sayəsində arzularınızı reallaşdıraraq keçirəsiniz. Bunu hər birinizə arzu edirəm və əlbəttə ki, istəyən hər bir kəs, yəni həqiqətən Home Life sayəsində arzularını reallaşdıracaq. Mən Rızayeva Aynurə, Black Diamond rütbəsindəyəm və bugün istərik ki, yəni necə çalışıraq, necə komandamızı böyütdük, necə özümüzü inkişaf elətdirdik, Çinarə liderimizlə əlbəttə ki, yəni birlikdə əl-ələ verib sıfırdan birlikdə başladıq. Az da olsa öz inkişafımızdan və komandamızın inkişafından sizlərlə paylaşaq. Yəni əminəm ki, az da olsa faydalı olacaq hər birinizə. İnşallah ki, sizlər də qeydlərinizi apararaq, yəni hər zaman, yəni siz üst liderinizə dəyər verirsinizsə və onun çizdiyi yolla gedirsinizsə, əmin olun ki, uğur qazanmamaq yəni imkansızdır, mümkünsüzdür. Mənim üçün hər zaman üst liderlərim dəyərli olub, önəmli olub. Onların sözləri mənim üçün qayda yox, qanun olub. Həqiqətən qanun olub. Bu mənim bir, yəni nə qorxum deyil, nə deyək ki, necə deyərlər, yəni başqa bir yəni şey deyil. Sadəcə uğur qazanmaq üçün bilirəm ki, mən nə qədər çox bilsəm də, mən bilətə qədər bilərəm. Mən Diamond'a qədər bilərəm, onun o tərəfini yox. Mənim liderim, yəni bir uğur qazanmış bir insandırsa, öz təsdiqini tapıbsa, əlbəttə ki, mən də onun yolundan gedərəmsə, onun məsləhətlərini dinləyib, öyrənib nəticə çıxararamsa, mən də uğur qazanaram. İnşallah ki, sizlər də hər biriniz gözəl şəkildə uğur qazanan xanımlarımızdan olarsınız. Buyurun, Çinarə liderim. Mən Çinarə Baxışaliyeva artıq 3 ildir bu sayədə fəaliyyət göstərirəm. Aynur Rızayeva çox gözəl bir nüansa toxundu. Hansı ki, sponsorların bu biznesdə önəmi haqqında bir iki məlumat verdi. Mən də deyim ki, bəli, sizdən yuxarıda olan istər Akik rütbəsində olsun, istər Altın rütbəsində olsun, istər Zümrüt rütbəsində olsun, hansı rütbədə olursa olsun, əgər sizdən bir pillə yuxarı rütbəni təsdiqləməyi bacarıqsa, əmin olun ki, o sizi düz yola çəkib, sizin inkişafınızı gücləndirmək və sizləri gözəl yerlərə gəlmənizi təmin etmək üçün ən böyük dəstəkçilərinizdəndir. Bizim bugünkü mövzumuz nədir? Mücadilə ruhu, bir də inanmağın önəmi. İlk öncə mən başlamaq istəyirəm, bir balaca fikirlərimi bölüşüb, sonra inşallah sözü Aynur Rızayevaya verəcəm. İlk öncə nəzərinizə çatdırım ki, istənilən sahədə, istər peşəkar həyatda, istər də ki, biznesində və yaxud da ki, istənilən müəllimə, həkim, pedaqoq, psixoloq və yaxud da yeni, belə deyim, məktəb həyatına atılmış bir uşağın İnamı üzərindən mücadilə ruhu nə qədər güclü olarsa, o zaman həyatda və peşəkar həyatda və həmçinin də ki, biznesində çox gözəl yerlərə gəlməyini təmin edər. Mücadilə ruhu nədən ibarətdir? Mücadilə ruhu mən təbii ki, biznes sahəsində inşallah fikirlərimi bölüşəcəm. Bizim işimizdə gedişatda bildiyimiz kimi komandamıza insanlar gəlir, yeni insanlarla tanış oluruq, yeni insanlara qapı açırıq, onları komandamıza dəvət edirik və yeni insanların bizimlə çalışmasını əvvəl biraz çətini çəkirik, biraz yoruluruq, biraz sıxılırıq, biraz insanlara işimizi anlatmaq, buradakı imkanları dərk etmək. Çünki biz yeni gəlmişik, artıq bir gəlirimiz yox, bir qazancımız yox, artıq hələ ki yavaş-yavaş biz özümüz bu sayədə uğurlu olacağımıza inanırıq, bəzən inanmırıq, bəzən yoruluruq, bəzən alınır, bəzən alınmır, bəzən hətta yeni gələn insanlarımız müsahibə zamanı insanlara təklif edərkən insanların ona etdikləri yoxlar, etdikləri etirazlar və nə edir? İnsanı bir balaca yorğunluğa gətirib, bir balaca özünün bir pillə arxaya çəkməsini çıxartmağını təmin edir və bu zaman bizim mücadilə ruhumuz artıq hərəkətə keçərək, bizim bu sahədə uğurlu olmamızı təmin etmək üçün nə edirik? Qarşıdan gələn bütün etirazları və qarşıdan gələn bütün negativlərin qarşısını kəsərək mücadilə ruhumuzu gücləndiririk. Baxın xanımlar, mən deyərdim ki, bu sahədə sizi uğurlu edən yeganə və tək iki nüanslar varsa, bunlardan ən birinci mücadilə ruhunu özünüzdə formalaşdırmaqdır. Necə ki, həyat mən hər zaman bildiyiniz kimi təlimlərimdə həyatla bağlı bir növ əlaqələndirməyə daha çox sevirəm. Çünki bilirəm ki, bəzi insanlar var ki, bizim danışarkən hətta belə bir söz deyirlər, biz sizin kimi danışa bilmirik, fikirlərimizi sizin kimi ifadə edə bilirik. Və yaxud da ki, hər hansı bir savadlı, bilgili təlimlər olanda xanımlar anda sual verirlər ki, yəni biz orasını başa düşmədik, burada nə demək istədiklərini anlamadıq deyə. Mən çalışdığım qədər həyatı məsələlərlə biznesi əlaqələndirərək sizlərə çatdırmağa çalışıram. Məsələn, belə bir dönəm var, hansı ki, biz instituta daxil olmaq üçün çaba göstərdiyimiz anlarda gedib imtahanlara daxil oluruq. İmtahanlardan əgər aşağı qiymət alırıqsa, o zaman biz mücadilə ruhunu dayandırırıq mı? Xeyr.
Dayandırmırıq. Biz daha çox çalışaraq, daha çox əmək sərf edərək, işin gedişatında daha çox zamanımızı doğru ayarlayaraq nə edirik? O illaki istədiyimiz o sahəyə yiyələnmək üçün nə edirik? Daha çox mücadilə aparırıq. Bugün əgər sınaq imtahanlarından aşağı qiymət aldıqsa ki, hansı ki mən bunu yenə də bizneslə əlaqələndirim. Bugün bizə 50 dənə yox gəlirsə, bugün bizə 100 dənə yox gəlirsə və biz mücadilə ruhunu inkişaf etdirmək əvəzinə biz mücadilədən vaz keçməyi seçiriksə, nə peşəkar həyatda, nə şəxsi həyatda, nə də ki, əmin olun ki, biznesinizdə uğurlu olmağınızı təmin etməzsiniz. Ona görə də mücadilə ruhunuzu nə qədər yüksək tutmağı bacarıb, nə qədər mücadilə vermək üçün çaba göstərib, nə qədər yorulsaz da, bezsəz də, sıxılsaz da, incinsəz də, istədiyiniz nəticələr alınmasa da, bir gün alınacağına inandığınız müddətcə, o mücadilə ruhunu özünüzdə formalaşdırdığınız müddətcə, əmin olun ki, bir gün uğur və nailiyyət sizlərindir. Bir də inanmağın gücü haqqında bir-iki nüansa toxunmaq istəyirəm, sonra inşallah söz verəcəm Aynur Rzayevaya. Baxın, inanmaq həqiqətən də bacarmağın yarısıdır. Biz də sıfırdan başlamışıq. Bayaq Aynur xanım çox gözəl dedi ki, hansı ki biz də sizin kimi akikdən, biz də sizin kimi yeni gələn, hansı ki biz də sadəcə alınarmı, alınmazmı? Hətta Aynur xanıma söz verməmişdən öncə deyim ki, Aynur xanım belə bir söz demişdi ki, iki bacısınız, siz Füsulə Baxşaliyeva ilə iki bacısınız, sizin arxa planda nələr çevirdiyinizi zəhmət olmasa mənə də deyin. Mən də bilim, mən də burada qazanmaq istəyirəm. Artıq imkanları dərk etdikdən sonra, buradakı gəlirləri dərk etdikdən sonra ən azından bizim müəyyən o 29 manat, baxın, 29 manat ilk ikinci ayımın gəlirində mən Aynur xanımla tanış olmuşdum, artıq əlaqə qurmuşdum, artıq başlamışdıq işimiz haqqında daha tez-tez danışmağa və 29 manat gəliri gördükdə mənə belə bir söz demişdi ki, bəli, 29 manatın üstünə də 6 manat qoyub aylıq devrəmizi təşkil edə bilərik. Deməli, burada 29 manatı verən şirkət inşallah ki, 2009 manatı da verər. Və burada nə baş verir xanımlar? Artıq biz o gəlirə sahib olduqda inandıq ki, bir gün o 29 manatın arxasına inşallah ki, o sıfırları artırmağı bacaracaq. Bu da gəlir sənin inancının nə dərəcədə güclü olmasını gətirib çıxardır. İndi bildiyiniz kimi artıq maşallah olsun ki, Azərbaycan bazarına daxil olan, belə deyim də, əvvəllər məsələn var idi 5-6 şirkət var idi Azərbaycanda. Tuturdu, yarı tutmurdu. İnsanlar alış-veriş məqsədindən daxil olurdu. İnsanlar sadəcə evinin tələbatını ödəmək üçün və yaxud da ki, inanırdı ki, bir gün qazanacaq 6-7 aydan sonra qarşısına çıxan o sandıqlar, tökülən pambıqlar, mənim hər dəfəsində dediyim sözü bu X şirkətlərlə bağlı. Gəlirdilər müəyyən yerə qədər artıq inamları, arzuları, istəkləri artıq azalmağa başlayırdı və onlayn biznesə o qədər də inam, o qədər də etibar artmadığı üçün illər ərəfəsində, illər öncə nə edirdi? Eyni adını bildiyimiz eyni şirkətlər var idi ki, şirkətlərin adını çəkmək istəmirəm. Amma indi gördüyünüz kimi Azərbaycana daxil olan artıq Home Life həqiqətən də damğasını vurmuş bir şirkət olaraq, yəni araşdırsaz, bir balaca baxsaz, görsəz ki, Home Life-dan sonra Azərbaycan bazarına nə qədər şirkətlər daxil olub, nə qədər gündə bir şirkətlər çıxır və insanlar həqiqətən də Home Life-ın verdiyi imkanlar və Home Life-ın kütləyə sahib olduğu qədər şirkətlər də artıq, ən çox da bu aralar Türk şirkətləri daha çox daxil olmağa çalışır. Bir-iki də əlavə ölkənin şirkətləri var ki, daxil olmağa çalışırlar. Amma biz o gün araşdırmalarımız nəticəsində burada inandıq ki, bir gün bacaracaq. Niyə inandıq? İnanma səbəbimiz nədən ibarətdir? Deyərdiniz ki, bugün mən də məsələn başqa bir şirkətdə fəaliyyət göstərən insanların qazanmağına inanıram düşüncəsini formalaşdıra bilərsiniz. İnsanlıq hər birimizdə olan bir duyğulardır ki, niyə sən bacardın? Mən də məsələn başqa bir şirkətlərdə bacara bilərəm. İnanma səbəbimiz nədən ibarətdir xanımlar? İnanma səbəbimiz Home Life-ın qazandırma sistemi olduğudur. Məsələn, Aynur xanım bilirdi ki, mən onu çox qazandırmalıyam ki, daha çoxunu qazanım. Bir inancımız ondan gəldi. Plus, Aynur xanım Arifliyevdə fəaliyyət göstərmişdi və orada məhsullardan alırdı, 100-200 manatlıq məhsul alırdı. İstifadə etdiyi məhsulların üzərində zaten hədiyyələr də gəlmirdi. Və ikinci inancımız nədən gəldi? İkinci inancımız artıq məhsulların istifadəsinin həm keyfiyyətə malik olması, plus üstündə gələn hədiyyələrdən itirəcəyimiz bir şeyin olmaması və bir gün qazanacağımıza inanmaq. İnanmaq bacarmağın yarısıdır. Nə qədər inanacaqsınız? Mən özümdən yenə də bir stat gətirmək istəyirəm. Gəldiyim ilk gün qarşıma hədəf qoymuşdum. Sistemin qazandır-qazan sistemi olduğunu, plus sistemin verəcəyi imkanların, plus 30 mən gələdə hardasa bir artıq 4 xanım maşın proyektinin qalibi olmuşdu. Düzün bizim komandada olmamışdı, amma digər komandada olmuşdu. Və mən bu maşını görərək, mən illərdir Füsulə Baxşaliyevanın, yəni bacımın 2 il, 3 il Arifliyevdə fəaliyyət göstərməsinə baxmayaraq, bir dənə loqolu maşının olduğunu görməyib. Plus X şirkətlərdə də sayla, barmaqla sayılacaq Azərbaycanda 10 il, 15 il fəaliyyətini davam etdirmiş filan şirkətdə, 15 ildən sonra bir maşın aldığını görüb. Sadəcə bir şirkətin artıq 3 aydır fəaliyyətini başlamasına baxmayaraq, 3
dənə insan maşın verməsi mənim diqqətimi nə yalan deyim, daha gözəl şəkildə çəkməyi bacarmışdır. Və mən də bir gün burada top lider olaraq bir gün qazanacağıma %100 əmin idim. Baxın xanımlar, necə ki digər sahələrdə olduğu kimi, necə ki müəlliməlik, həkimlik, nə bilim istənilən sahədə olduğu kimi biz o sahəyə yiyələnmək üçün biz nə edirik? Biz inancımızı daha dolğun tuturuq. Biz hər zaman bacaracağımıza inanırıq və yaxud da ki uşaqlarımızı tərbiyə böyütmək yolunda biz onların yanlış xüsusiyyətlərini, yanlış hərəkətlərini doğru hərəkətlərə və doğru xüsusiyyətlərə çevirmək üçün nə edirik? İnanırıq ki bir gün biz bacaracağıq. Çünki insan ümidini və inamını itirərsə, heç bir sahədə nə də həyatda qazanmağı bacarmaz. İstədiyi nəticələri almağı bacarmaz. Ona görə də mücadilə ruhu və inanmaq, inanın ki, bacarmağın yarısıdır. Buyur liderim, bir balaca sizdə inanmaq və mücadilə ruhu haqqında və necə etdiniz ki, baxın hal-hazırda maşallah olsun ki, çox gözəl bir komandaya maliksiniz, çox gözəl komanda bir rəhbərisiniz, həmçinin 70 binlik maşın proyektinin qalibisiniz və həm də olsun bu sahə üzərindən gözəl ev düzəltdirməyə bacarmısınız və necə bacarmısınız? Yəni ilk gəldiyiniz gündən necə etdiniz ki, hal-hazırda bu yerə gəlməyi bacardınız? İlk öncə baxın dəyərli liderlərimiz və Sənaye xanım, ilk öncə mən gələndə əlbəttə ki, bu sistemi araşdırdım. Yəni birinci çalışmaq fikrim yox idi. Yəni istəmirdim. Düşünürdüm ki, digər şirkətlər kimidir. Çünki dərk etmirdim. Amma sonra yavaş-yavaş məni qruplar, məni sponsorlarımın bir dəfə yazıb qırağa atmağı yox. Bəzən insanlar gətirdiyi dəvətlisinə bir dəfə yazır, bir dəfə məsələn zəng edir, ondan sonra vəssalam o insanı boş buraxır. Amma mənim üst liderlərim boş buraxmadığı, daim mənimlə maraqlanmaqları, daim bu şirkətin gözəlliklərindən ağız dolusu danışmaqları mənim diqqətimi çəkdi və əlbəttə ki, statuslarda izləyirdim. Yəni bu arada bu işdə həqiqətən statuslar da önəmlidir. Yəni izləyirdim, qazanan xanımları görürdüm, diqqətimi çəkdi və sadəcə başladım araşdırmağa. Və həqiqətən araşdıranda gördüm ki, itirəcəyim heç nə yoxdur, heç nə. Sadəcə 35 manatın üzərində başlayıram və ehtiyacım olan məhsulları götürürəm və Pilusdakı addım attığım gündən qazanıram, hədiyyələrimi qazanıram. Həqiqətən bu mükəmməl idi mənim üçün və inandığım üçün artıq bu yola çıxdım. Dedim, nə olur olsun mən qazanacam. Və həqiqətən xanımlar, siz inanarsınızsa qarşınızdakı insanı inandırarsınız. Yəni mən həqiqətən, yəni biri var, sponsorlar bəzən biz sponsorlar insanlara deyirək ki, dəvətlərimizə xanımlara deyirək ki, gedin rekruting edin, gedin dəvət gətirməyə çalışın, gedin link paylaşdırın, gedin qrupa səs atın. Bunu düzdür, biz deyirək, siz bizlərdən öyrənirsiniz, biz də üst liderlərimizdən öyrənmişik, amma bunu söz xatirinə etməyin. Bunu həqiqətən boğazdan oxarı etməyin. Bunu özünüz istədiyiniz üçün, özünüz inandığınız üçün, özünüz qazanmaq istədiyiniz üçün edərsinizsə, o zaman uğur qazanarsınız. Baxın, mən hər zaman özüm istəmişəm. Bu işdə ya varam, ya da yoxam. Yəni bu iş mənim üçün yəni ya var, ya yoxdur. Yəni necə deyirlər, bir gün olun, 5 gün olmayın, 5 gün olun, bir həftə olmayın. Yəni bu kimi şeylər, yəni bu işdə həqiqətən keçərli deyil. Əgər qazanmaq istəyirsinizsə, baxın, gözəl şəkildə dəftər, mən başlayanda həqiqətən bu belə oldu. Mən artıq bu işdə başlayacağam, özümü sınayacağam, 3 ay özümə şans verəcəm deyəndə dəftər ruçkamı götürdüm. Yəni artıq başladım qeydlərimi aparmağa və inanın ki, həmin gündən mən özümdə o disiplini formalaşdırdım. Özümdə o məsuliyyəti formalaşdırdım. İnanaraq, qazanacağıma inanaraq və mən artıq bir iş xanımıyam. Mən artıq evdar xanım deyiləm. Mənim artıq bir işim var. Və inanaraq çıxdım yola və hər gün eyni qayda, hər gün qruplarda aktiv olmaq, hər gün dəvət etmək, hər gün öyrənmək və öyrəndiyimi isə öyrətmək. Yəni bu 3 qaydanın üçünə də inanaraq, əməl edərək mən bu uğuru əldə etdim. Və dəyərli xanımlar, həqiqətən də, yəni bəzən də xanımlar baxırsan ki, qrupların yəni önəmini o qədər dərk etmirlər. Amma qruplar həqiqətən, əgər sən yeni başlayırsansa, sıfırdan başlamısansa və yaxud da ki, komandanı inkişaf etdirmək istəyirsənsə, həqiqətən bu qrup sənin üçün önəmlidir. Çünki qruplar insana özgüvən verir, qruplar sizin danışıq qabiliyyətinizi formalaşdırır. Yəni siz qarşınızdakı insana inanaraq danışmasanız işiniz haqqında heç vaxt uğur qazana bilməzsiniz. Bizim işimiz, yəni necə deyirlər, nə gözlə təmasda olmursan, nə necə deyirlər, canlı ünsiyyətdə olmursan da, gözlə təmasda olmursan. Bizim işimiz odur ki, onlayn şəkildə sadəcə bir səsləmi, bir mesajdanmı qarşıdakı insana inan və necə deyək, bu işə qarşı sevgi ötürməkdir. Bunu əgər sən özün inanmırsansa, sən özün işini sevmirsənsə, həqiqətən o inamı, o sevgiyi ötürə bilməzsən. Baxın, dəfələrlə, yəni mənim hətta bir dəfə də təlimimdə bunu vurğulamışdım. Mən bir dəfə Bakıya gedirdim. Təsəvvür edin ki, bir dənə, yəni avtobusda, yəni 10-15 insan, hər kəs mənim üzərimə gəlir ki, Home Life-ın məhsulları bahadır, Home Life-ın qazanc planı çətindir, deyir ki, filan şirkət yaxşıdır, filan şirkət yaxşıdır və yaxud da belədir.
İnanın ki, tək başıma hər kəslə mücadilə apardım. Yəni hər kəsə bir cavab verdim. Çünki niyə? Həqiqətən bu şirkət mənimdir. Bu şirkəti mən özümün görürəm. Bu şirkəti sevirəm. Yəni mən bu şirkətin qazanc planına inanmasam, mən bu şirkəti sevməsəm, heç vaxt əlbəttə ki, bunu nə canlı ünsiyyətdə olduğum insanlara, nə də ki, onlayn şəkildə insanlara çatdıra bilmərəm. Onun üçün dəyərli xanımlar, birinci özünüz inanın, özünüz işinizi sevin. Yəni məsuliyyətli yanaşın ki, uğur qazanasınız. Həqiqətən, yəni siz məsuliyyətli yanaşarsınızsa, siz yəni sizə sponsor deyir deyə gedim mən bu gün sponsorum deyib görsün mən qrupa səs atdım. Bu gün sponsorum deyib 20 nəfərə yaz. Mən məsələn 50 nəfərə iş haqqında məlumat ver. Gedim məlumat atım, sponsorum qrupa atım, görsün ki, vermişəm əşi, nə olar. Yəni nəticə yoxdursa, demək ki, istiqamətini dəyişməlisən. Nəticə yoxdursa, daha çox öyrənməlisən, daha çox çalışmalısan. Çalışın həmişə nəticə almağa. Yəni əgər sponsora özünüzü göstərmək istəyirsinizsə, yəni çalışıram kimi göstərmək istəyirsinizsə, əslində nəticə almırsınızsa, bu siz həm sponsorunuzu, həm özünüzü aldadırsınız. Amma çalışın nəticə almağa. Mən rekrutlarımı necə edirdim? Yəni inanaraq edirdim dəvətlərimi və mənə yoxlar gəldikcə əlbəttə ki, yəni bu gün insanlar bu dəvətdən deyəcəm indi bir kəlmə, yəni insanları bu şirkətə, yəni hər kəsin artıq Home Life haqqında məlumatı var, gəlməməyindən məsələn narazılıq edirsə, biz yeni qoşulanda inanın ki, daha çətin idi. Heç kim Home Life-ı tanımırdı, heç kim güvənmirdi. O qədər yəni güvənsiz danışmışdılar mənə. Hətta inanın ki, mənim də yəni fikirlərim artıq qarışmışdı və mən hər dəfə, yəni mən hər zaman demişəm, mən sponsorların yəni danışdığı sözlərə diqqət edirəm və mən bir dəfə bir tədbirdə Bakıda ofisdə təlimdə, yəni Nicat müəllim belə bir söz demişdi ki, yəni xanımlar orada mən sual verməkdən çəkinirdim, yeni idim, qıraqda qalmışdım və xanımlar sual versin Nicat müəllim deyirlər ki, Home Life Azərbaycanda yəni necə deyirlər, qanunu deyil də, yəni haçansa bu çox qısa zamanda çıxıb gedəcək. Nicat müəllim sadəcə güldü və bir kəlmə dedi ki, Azərbaycanda daşı daş üstə qoymaq mümkün deyil qanunsuz. O da ola şirkət açasan. Həqiqətən o söz mənim üçün bəs idi və ondan sonra mən gəldim, işimə daha çox sarıldım və mənə inanmayanları rekruting edərkən, yəni bu şirkət boşdur deyənləri, yəni hırsla yenidən əgər necə deyirlər, motivasiyadan düşdüyüm hər kəs mənə yox deyir, alınmır məndə yox. O insanlara başladım, yəni yenidən dəvət etməyə, yenidən işi gözəl şəkildə başa salmağa və yaxud da ki, yeni insanlara yenidən yazmağa. Çünki bir insan, yəni mənim motivasiyam yoxdur, mən bacarmıram deyirsə, həqiqətən biz bir insan evladı olaraq istəyib, yəni bacarmadığımız mən deyərdim ki, bir iş ola bilməz. Əgər deyirsə, bilin ki, o insan tənbəldir. Özünə əziyyətə salmaq istəmir, işin dərinliyini öyrənmək istəmir, həyatını dəyişmək istəmir. Baxın, həqiqətən biz qadınlar öz ayaqlarımızın üzərində durmalıyıq, evimizə, ailəmizə dəstək olmalıyıq. Onun üçün də dəyərli xanımlar, birinci növbədə özünüzə inanın, uğur qazanacağınıza inanın, başlayın ki, siz ilk addımı atın ki, nəticə də əldə edəsiniz. Siz başlamasanız, inanın ki, heç kim gəlib sizin həyatınızı dəyişməyəcək. Mən bu şirkət sayəsində həqiqətən həyatımı dəyişdim. Yəni sıfırdan inanmayaraq başladım və zaman keçdikcə dərinliyini öyrəndim və çox uzun müddətdə çəkmədi. Sadəcə 3 ay özümə şans verdim və o 3 ayı necə etdim? Gecəni də gündüzü də dəyərləndirdim. Həqiqətən bəzən xanımlar şans verir, sadəcə vaxtlarını keçirir və sonra da deyirlər mən müəyyən vaxtdır buradayam, uğur qazanmadım. Mən gecə gündüz həqiqətən dəyərləndirdim. Bunu nə Çinarə xanım üçün etmədim, nə Vüsalə xanım üçün etmədim, nə Gülnar xanım üçün etmədim. Bunu özüm üçün etdim ki və özümə söz verdim ki, mən özümə 3 ay şans verirəm. 3 ay çalışacağam. Nəticə olsa olacaq, olmasa demək ki, bu da digər şirkətlərin, yəni biridir. Alınmayacaq məndə və mən 3 ayın nəticəsində sadəcə gecə-gündüz çalışmağım nəticəsində 20 manat mənim maaşım oldu. 20 manat ilk mənim maaşım oldu. Həqiqətən mən o 20 manatı gördüm və əlbəttə ki, 1 manat, 2 manat da əvvəlcədən olmuşdu. Və mən düşündüm ki, yəni bu 3 ayda mənim 20 manat qazandımsa, bu şirkətdə demək ki, daha çoxunu da bacara bilərəm. Və ondan sonra mən davamlı və disiplinli şəkildə hər gün mənə, yəni sponsorlarımın işlə deməyinə, mənə sponsorlarımın məsələn qrupda aktiv ol, mənə sponsorlarımın təlim keç deməyinə ehtiyac olmadı. Hər gün işimin başında olaraq və mən yəni gözəl şəkildə işimə vaxt ayıraraq necə deyirlər, bu şirkətdə öz gəlirimi qazandım və sıfırdan başladığım bir işdə hal-hazırda yəni kabinetimdə olan qazancım 50.000 üstüdür. Və həyatımı həqiqətən dəyişdim. Yəni 60 minlik avtomobil proyektinin qalibi oldum, avtomobil proyektinə qoşuldum. Plus iPhone 15 telefonlu şirkətdən tam pulsuz şəkildə qazandım. Plus 3 dəfə Türkiyəyə səyahət qazandım. Yəni həqiqətən evimdə
Yəni mənim mətbəxim çox balaca, yəni kiçik idi. Yəni onu gözəl şəkildə böyütdüm, remont elətdirdim. Yəni bunlar nədən başladı? Hər bir şeyə inanmağımdan. Mən özümə inandım ki, mən nə olur olsun bacaracağam. Və mən başladığım üçün, mən yəni addım atdığım üçün bacardım və heç vaxt da əlbəttə ki, bu yol mənim üçün asan oldu. Xeyr, asan da olmadı. Çətin oldu, boranlı oldu, qarlı oldu, necə deyərlər. Yəni amma heç vaxt yəni pəs etməyi yox. Əksinə mən bacaracağam deyərək, yəni irəli getdim və əlbəttə ki, mən başlayanda mənə inanan, mənimlə bərabər bu yola çıxan insanlar var idi. Mən o özümü yox, komandamı da düşündüm ki, mən yorulsam da mənim komandam qazanmaq istəyir. Mən yorulsam da mən komandamı yarı yolda heç vaxt buraxmaram və onun üçün də daim, yəni necə deyərlər, irəliyə addım ataraq, yəni istədiyim nəticəni əldə etdim və əlbəttə ki, dəyərli xanımlar, əgər sizlər də çalışarsınızsa istədiyiniz nəticəni əldə edəcəksiniz. Bu gün xanımlar bu şirkətimizin qazanc planından bəzən narazılıq edirlər. Həqiqətən baxın, şəbəkə biznesi elədir ki, xanımlar, biz ancaq nitqdir də, danışmaqdır. Mən bunu bu şəkildə düşünürəm, liderim. Bilmirəm indi mənim kimi düşünən insanlar nə qədərdir. Düzdür, ilk işim olsa da, ilk biznesim olsa da, yəni mən əslində işin dərinliyini özümdə düşünüb məntiqlə düşünməyi, yəni xoşlayıram. Yəni sonra addım atıram. Özüm inanıramsa məntiqlə düşünüb sonra addım atıram. Və mən düşünürəm ki, bu iş necə deyərlər, anlatmaqdır, danışmaqdır da, yəni reklam etməkdir. Biz reklam şirkəti ilə əməkdaşlıq edirik. Biz eyni bir şeyi nə qədər danışa bilərək? Bunu insanlar da bizdən yorula bilər və yaxud da ki, anlatmaqdan biz də yorula bilərək. Amma həqiqətən bəzən dəyişiklik, bəzən yenilik lazımdır ki, siz insanlara daha gözəl şəkildə yeniliyi danışasan, daha gözəl şəkildə, daha fərqli şəkildə danışasan və insanların bir tutunacağı dal olsun ki, yəni necə deyərlər, qazanmaqları üçün tutunsun və yollarına davam etsinlər. Həqiqətən, yəni bu şirkətin qazanc planının dəyişməyini mən bu şəkildə görürəm. Yəni mən düşünürəm ki, şəbəkə biznesində bəzən yeniliklər lazımdır. Bəzən həqiqətən yeniliklər lazımdır ki, insanlar daha çox güvənərək, inanaraq çalışsınlar və bu yeniliklər də əlbəttə ki, liderlərimizin yaxşılığına doğrudursa və bu yeniliklər də asanlığa doğrudursa, niyə biz bunu gözəl şəkildə qəbul edib, daha yəni necə deyərlər, gözəl şəkildə işimizə başlayıb uğur qazanmayaq? Həqiqətən, yəni baxın, biz başlayanda bu şirkətdə 35 manata mən indi kabinetimə baxırdım. İndi təlimdən sonra çəkib qrupa da ataram. 39 manata 180 səhv etmirəmsə CP verib. Həqiqətən, yəni bu şərtlərdə biz qazanmışaqsa, niyə indi sizlər bacarmayasınız? Onun üçün də özünüzə inanın, güvənin. Yəni biz bacardıqsa, həqiqətən sizlər də bacarasınız. Biz bu təlim keçməyi, biz necə deyərlər, komandanla saatlarla danışmağı, zəngləşmə etməyi, hətta canlı necə deyərlər, bu təlimlərdə oturmağı, hər bir şeyi sıfırdan burada öyrəndik. Biz özümüzü inşa etdiksə, biz yəni tənbəllik etməyib, içimizdə olan o arzularımızı reallaşdırmaq üçün addım atdıqsa, yəni mənim motivasiyam yoxdur deyib tənbəlliyimizə sığınmadıqsa, İnanın ki, sizlər də sığınmasanız, sizlər də bugün, yəni bugün çox möhtəşəm bir qazanc planından şirkətimiz sizin qarşınızdadır. Həqiqətən möhtəşəm qazanc planından. Baxın, məhsulların qiyməti düşdü, maaşlar qalıqdı. Daha nə istəyirsiniz? Yəni şəbəkə biznesinin həqiqətən adını Home Life təmizlədi Azərbaycanda. Həqiqətən Home Life təmizlədi. Çünki şəbəkə biznesi deyəndə şəxsən mənim özüm düşünürdüm ki, kimsə yəni bu telefonla oturub evdə pul qazanırsa, onun bir arxası var. Onun maddi ona dəstək olan insanlar var, onun üçün qazanır. Həqiqətən bu şəkildə düşünürdüm. Amma Home Life həqiqətən evdar xanımların, yüzlərlə xanımların həyatını dəyişdi. Siz də zamanla o həyatını dəyişən xanımlardan ola bilərsiniz. Amma əlbəttə ki, elə bu gündən, bu andan başlasanız, işinizə yəni inanaraq, yəni sarılsanız, amma bu necə deyərlər, işləməyi özünüz üçün işləyin, özünüz üçün inanın. Bunu sponsora özünüzü göstərmək üçün etməyin, qətiyyən etməyin. O zaman inanın ki, uğursuz olacaq. Siz özünüz inanın, özünüzü, yəni necə deyərlər, başladığınız gündən müqayisə edin. Mən 3 ayda Home Life-dayam, mən 3 ayda bu şirkətdəyim, mən dəyişmişəmmi? Mən artıq özümü bir iş xanımı kimi hiss edirəmmi evimdə? Və yaxud da ki, mənim qeydlər aparacağım bir dəftər varmı? Və yaxud da fikirlərim dəyişibmi? Özünüzü müqayisə edin. Əgər siz özünüzdə o dəyişikliyi görürsünüzsə, siz özünüzdə o inamı görürsünüzsə, inanın ki, zamanla uğur qazanacaqsınız. Mən bu biznesdə başlayanda mənə desədilər, sənin komandanda məsələn 200-dən çox insan olmalıdır ki, sən turkuazı açasan. Yəni başlaya bilərdim heç vaxt, qorxardım, başlamazdım, inanmazdım. Amma mən birinci öz düşüncələrimi dəyişdim. Mən birinci özüm inandım qazanmağıma və inanın ki, ipin ucunu tutandan sonra arxası yavaş-yavaş gəldi. İnşallah ki, sizlər də hər biriniz o ipin ucunu gözəl şəkildə tutaraq hər biriniz uğur qazanarsınız.
Və bu ipin ucunu tutmaqda nədən irəli gəlir? İnanmaqdan və mücadilə ruhunu doğru düzgün şəkildə öz-özünüzdə formalaşdırmaqdan. Bayaq Ədər Rızayeva belə bir söz dedi. Bir işe başlarken sadece bir de bir söz demiştim liderim yadındadırsa sonunu fikirleşen kahraman olmaz. Hatta bir sualla benim karşıma çıkmıştı ki yadımda değil ne sual vermişti. Ama belə bir sual nəsə gələcəklə bağlı belə bir sual vermişti ki yani bu alınacaq mı? Biz istediğimiz nəticələri ala biləcək mi? İşin gedişatında istediğimiz gəlirə sahip ola biləcək mi? Ve o zaman da benim maaşım bayaqları qeyd etdim ki 28 manat idi. Mən Aynur xanımla ilk diyaloqa daxil olanda komandamda artıq yavaş-yavaş onunla işbirliyini davam etdirəndə mən ona belə bir cavab vermişdim ki sonunu fikirləşən qəhrəman olmaz. Həqiqətən də sonunu fikirləşən qəhrəman olmaz. Nə qədər mücadilə verib, mübarizə verib, işin gedişatında bu qədər qadın, bu qədər xanım, bu qədər Azərbaycan xanımı ayaqları üzərində durmağı bacarıb, bugün istədiyi həyatı, istədiyi gəliri, baxın dəyərli liderlərim, istədiyi gəliri nəzərdə tutanda minlərlə, baxın, yüzlərlə demirəm. Minlərlə xanım bugün bu şirkətdən 200-300 üzəri gəlir götürür. Hələ aşağıda deyirəm, yuxarını demirəm. Və 200-300 gəliri götürmək üçün insanlar kənarda nə edirlər? Çox əziyyət çəkirlər, əzab çəkirlər, plus səhər yuxularına haram qatırlar, gedirlər. Düzdür, bu mövzular eyni təkrar bir neçə liderlərin dilindən eşitmişsiniz. Amma bizim də bugün mövzumuz ondan ibarətdir ki, bu mücadilə ruhunu özünüzdə formalaşdırmaq, hər çətinliyin üstəsindən doğru düzgün şəkildə gəlmək və sonunu fikirləşməmək. Sənin bir işin var, senin bir belə deyim də şirkətin var. Sən bu şirkətin bir rəhbərlərindən, bir liderlərindən birisən və sənin yolun bu şirkətdə öz yerini tapmaq, öz mövqeyini tapmaq, bu şirkətdə öz sözünü demək və həyatını dəyişmək və gəlirlərə sahib olmaqdır. Sənin şirkətindir. Sənin kabinetindir, sənin məhsullarındır və sən təqdimatını nə qədər doğru düzgün etməyi bacaracaqsan, nə qədər yorulmadan, pes etmədən, sıxılmadan, nə olur olsun sonuna qədər gedib, mən burada bacaracağam və qazanacağam deyərsənsə, inanarsansa, inanın ki, inandığınız hər xəyal gerçəkdir. Bayaqları qrupa çox gözəl bir məlumat atmışdılar. Onu bu qrupa atacağım. Baxın, zəhmət olmasa. Birinin bir zaman satıcı olaraktan fəaliyyətini davam etdirdiyi bir bəyin bugünləri artıq çox gözəl həyatını dəyişib, çox gözəl bir biznesi olduğunun göstəricisi videonu şəkili yönləndirəm. Nə deyir? Bir neçə il öncə mən mağazada çalışırdım. İndi isə restoranım var. Əgər desəydilər ki, bu səndə alınmayacaq, heç kimə qulaq asma. Göstər ki, sən bacararsan. Baxın, dəyərli liderlərim. Bu Home Life sizin qarşınıza çıxan bir fürsətdir. Bu fürsəti dəyərləndirmək, dəyərləndirməmək artıq sizə qalır. Siz özünüzə kənar müdaxilələri, kənar səsləri, kənardan gələn fikirləri, bu qədər qadın burada bacarmağı bacarırsa, bu qədər qadın, bu qədər o qrupda atılan səslər, fikirlər, bugünləri bildiyiniz kimi mövzu üzərindən belə bir mövzu qoyulmuşdu ki, Home Life-dən nələr qazanmışsa, maşallah olsun ki, o qrup artıq belə necə deyim, bayağı öz sözünü deyərək maşallah orada məlumatlar yüklənildi və orada nə qədər insan maddi və mənəvi həyatını dəyişməyi bacardı. O xanımlardan biri sən də ola bilərsən. Amma inamını və mücadilə ruhunu doğru düzgün şəkildə formalaşdırmağı bacararsan. Biz bacardıq. Bizim timsalımızda sonsuz sayda xanımlar bacardı və sıra səndədir. Sən nə edəcəksən? İnanacaqsan, şirkətin imkanlarını anlayacaqsan, şirkətin məhsullarını tanıyacaqsan, gedişatda bu imkanları qarşı tərəfə ötürəcəksən. Bugün deməyin ki, bugün gəlir götürürlər, hər ikisi müəyyən gəlirin sahibi maşınları var, həm də olsun sizlərə qismət olsun. Əmin olun ki, biz də sizin gəldiyiniz yerlərdən gəlmişik. Amma bugün belə, bugün necə mücadilə ruhumuzu dayandırmırıq? Hər saniyə sizlərə dəstək məqsədilə istər qruplarda, istər təlimlərdə, istər fikirlərimizdə, istər ideyalarımızda, istər sosiallarda, istərsə də ki, WhatsApp qruplarımızda və yaxud da ki, WhatsApp storylərimizdə necə ki, sizə dəstək məqsədindən əlimizdən gələnin artığını edib mücadilə veririk ki, sizlər də bizim yerimizə gəlib bizim kimi həyatınızı dəyişəsiniz. O gün də bunu edirdik və bu günü yaşayacağımızı o gün bilirdik. Niyə bilirdik? Çünki şirkətin verdiyi imkanlar sayəsində. Ona görə də bu şirkətin verdiyi imkanları bir balaca araşdıracaqsınız, bir balaca əziyyət çəkəcəksiniz, bir balaca insanlara, baxın mən fəxr və qürurla, keçən səfər hətta bunu demişdim, metroda xanım gördüm, kitab oxuyur, getdim, yaxınlaşdım, o qədər qürur və fəxrlə şirkətin imkanlarını sundum. Salam xanım, mən Çinarə Baxşaliyeva, artıq 3 ildir Home Life şirkəti ilə əməkdaşlıq edirəm. Baxdım ki, kitab oxumağı çox sevirsiniz və şəxsi inkişafını gücləndirəcək möhtəşəm bir iş təklifi ilə gəlmişəm sənə. Xanımın da nömrəsini aldım. Düzdür, hələ xanımla bu bayram ərəfəsində danışmamışam, amma mütləq onu danışıb qruplara da yönləndirəcəm. Mən işimlə fəxr edirəm, xanımlar. Bugün də fəxr edirəm, o gün də fəxr edirəm, edirdim. Niyə? Çünki mən bu mənə qarşı olunan
hayatımın karşısına çıkan bu fırsatı değerlendirmeyi seçtim. Arka plandaki çift ay sponsorum görsün, Aynur Rızayeva demesin, ay komanda görsün, ay bunların hiçbirini diyerek mən öz yolumda, getdiyim yolda uğurlu olmağımı təmin etmək üçün mənə verilən fürsəti doğru düzgün şəkildə dəyərləndirməyə bacardım və siz də inşallah ki, mücadilə və mübarizə ruhunuzu, həmçinin inamınızı hər zaman diri tutmağı bacararsınızsa, siz də çox yox, inşallah 3 ildən sonra o gözəl yerlərə gəlməyinizi bacararsınız. Bir də biznesdə yeni gələn xanımlarımız ola bilər. 3 ayda fəaliyyətini davam etdirən bu güzəlləşmələr zamanı xanım 2 aydır burada fəaliyyət göstərir. Belə bir cavab verir. Çinərə xanım 2 aydır buradayam və istədiyimi almıram. Belə bir sual verdim. Sən tələbə, hətta xanım tələbə idi. 2-ci kurs oxuyur. Sual verdim ona. Adını unuttum xanımın, üzrlü sayın. Xanıma sual verdim, xanım sən o tələbəlik adını qazanmaq üçün neçə il sərf edirsən? Qayıtdı mənə dedi ki 11 il. Bəli, 11 il, plus da 2 ildir artıq o tələbəlik həyatını sürürəm və 2 ildə bundan sonra dedim 15 il, bəli 15 ildən sonra artıq ya qazanasan, ya qazanmayasan, ya istədiyin işi tapasan, ya tapmayasan. Amma niyə burada qarşına çıxan fürsəti dəyərləndirib? Mən sənin yerində olsaydım, gələn 20 yaşı vardı xanımın. 20 yaşın, 25 yaşında ən azından altında maşının, əlimdə maşının açarı, evin açarı olaraqdan həyatımı davam edərdim. Mən buradan bütün xanımlara və bütün qadınlara və ən xüsusdakı yeniyetmə xanımlara da çox sevinirəm o xanımlar burada fəaliyyətini davam etdirərkən, ayaqları üzərində durmağı təmin edərkən, həyatda öz mövqeyini tapmaqlarını kömək edən bir biznes layihəsində iştirak etdikləri üçün həqiqətən qürur və fəxr edirəm. Niyə fəxr edirəm? Çünki bayaq qeyd etdim, həm peşəkar həyatda sənin gələcəyini təmin etmək adına, sənin ayaqlarının üzərində mükəmməl şəkildə durmağını təmin edir, sənin israrlı, qərarlı, disiplinli, çox gözəl yerlərə gəlməyini həyat olaraq təmin edir, xarakter olaraq səni bir duruşunu, bir kalitəni, bir o vizyonunu sərgiləməyi bu biznes sənə verir. Niye durursan? Xanım dedi ki durmayacağım, sabahdan inşallah başlayacağım və mən ona belə bir söz demişdim ki, əgər mənim online biznes, mən bu arada institut vaxtı, tələbə vaxtı mənim online biznes Ariflame mənim qarşıma çıxmışdı. Çox təəssüf ki, orada o zaman belə qruplar falan yox idi, ancaq bizim əlimizə məhsullar verirdilər. O zaman belə mən o məhsullardan istifadə edib, yəni satışını təşkil edib qrupu içərisində institut zamanı, oradan belə öz ailəmə dəstək olub şampunumu, sabunumu, ətirimi, nə bilim turşumu, tonalnimi oradan satışını edib 23% endirimlə özümə, o zaman ailəmə belə dəstək olmağı bacarmışdım. Kəş ki o zaman deyirəm ki, Home Life bizim qarşımıza çıxardı. Artıq mən 20 ildir institut bitirmişəm və 20 ildə mən dünyanı səyahət edərdim. Xarici ölkələrə gəzərdim. Hal-hazırda istədiyim o 200 minlik, 300 minlik evə, bəlkə də biri Bakıda, biri Gəncədə, biri dünyanın başqa-başqa ölkələrində olardı. Dəyərli liderlərim. Bu bir şansdır. Bu şansı dəyərləndirmək, dəyərləndirməmək sizə qalır. Bizdən bu qədər. Kiminsə sualı varsa buyursun. Mücadilə mübarizə ruhundan da bağlı suallar verə bilərsiniz. Çətinliyiniz ola bilər, negativə düşmüş olarsınız, yorulmuş olarsınız, bezmiş ola bilərsiniz, sıxılmış ola bilərsiniz. Amma əmin olun ki, bir işdə uğurlu olmağınızı təmin etmək istəyirsinizsə, mütləq və mütləq sonuna qədər dirənməli, sonuna qədər getməli və ən əsası inanmalısınız. Heç kim heç kimdən artıq deyil, heç kim heç kimdən əksik deyil. Sadəcə bizim artıq olan yanımız bilirsiniz nədir? Daha çox inanmağımız və daha çox çalışmağımız. Buyurun. Bəli, direktorum, axşamınız xeyir olsun. Ay direktorum. Bəli. Çox şad oldum həqiqətən də Aynurə xanım, Çinarə xanım sizi dinləməyə. Əlbəttə ki, doğru düzgün vurğuluyursunuz ki, 2 il neçə ay olar ki buradayım, heç bezmədim, heç usanmadım. Sanki dünyanın bütün xoşbəxtlikləri mənimdir ki, bu cürünə bir şirkətlə həmkaram və həqiqətən sizin kimi kollektivlər var. Şərt o deyil ki, maddi cəhətdən zənginləşəsən, həyatını dəyişəsən. Şərt odur ki, evdar bir xanımın həyatı zərrə qədər bir toxunuşla dəyişsin. Onun düşüncəsi dəyişsin, ətrafa baxış bucağı dəyişsin, danışıq qabiliyyəti dəyişsin və insanlarla necə rəftar etməyi, biznes anlamı nə deməkdir, network şirkəti nə deməkdir, telefonla nələr etmək lazımdır, evdə oturaraqdan dünyanın necə səyahət etmək lazımdır, bir qadın bunu bilməlidir. Nəinki də ki, orta təhsilli xanımlar. Şərt o deyil ki, sən müəllimə, həkim ola bilərsən, amma gəzməyə bilərsən. Amma onlayn vasitə ilə bütün dünyanı gəzə bilərsən. Həqiqətən də çox xoşbəxtəm, həmişə demişəm ki, varam. Necə ki, Home Life şirkəti var, necə ki, Aynurə xanım və sponsorum Aytəkin Məmmədəliyeva var və mənim direktorum var. Bu şirkətdə mən də varam. Nə olur olsun. Fərqi yoxdur, rütbəsindən asılı olmayaraq varam, varda olacam. Təşəkkür edirəm sizə. İnşallah, dəyərli liderim, biz gələn cümbül cəmaət Zirvənin prezidentləri, o
Türkiye görüşündə daha çox olmaq ümidi ilə onların sırasında Cemile xanım siz də görmək ümidi ilə təşəkkür edirəm. İnşallah. Həqiqətən, dəyərli xanımlar, bu iş bizə tək maddiyyat yox, mənəviyyat da qazandırır. Yəni, mən tək özümdən götürürəm. Yəni, həqiqətən, mən artıq evdə ailəm olsun, kənarda olsun, insanlara fikirlərimi, düşüncələrimi daha gözəl çatdırıram. Nəyin sayəsində? Home Life-ın sayəsində. Həqiqətən, biz reklam şirkəti ilə əməkdaşlıq etdiyimiz üçün danışmağı, nitqimizi formalaşdırmağı birinci növbədə öndə tutmalıyıq. Və bu da bizim, necə deyərlər, sadəcə bu işdə nitqimizi formalaşdırmağı yox, digər şəxsi həyatımızda da, necə deyərlər, normal həyatımızda da fikirlərimizi ətrafımıza gözəl şəkildə çatdırmağa bizə kömək edir. Həqiqətən çox, işimiz mükəmməldir. Yəni, bu şirkətdə ancaq addım atdığın gündən qazanırsan, həqiqətən qazanırsan, itirəcəyiniz heç nə yoxdur. Niyə həyatınızı dəyişmək üçün mücadilə aparmayasınız? Niyə? Yəni, həqiqətən bu qarşınıza çıxan gözəl şansı dəyərləndirin. Biz şanslı xanımlar deyilək, biz mücadilə verən xanımlaraq, biz qarşımıza çıxan şansı dəyərləndirən xanımlaraq. Sizlər də dəyərləndirərsinizsə, inanın ki, sizlər də qazanacaqsınız. Buyurun, digər xanımlarımızdan kiminsə sualı varsa və yaxud da fikir bildirmək istəyirsə. Məncə deyəsən heç kimin sualı və yaxud da fikri yoxdur. Axşamınız xeyir xanımlar. Hər vaxtınız Bayramınız xeyir. mübarək. Neçə belə gözəl illərə. Allah can sağlığı versin cümlənizə. Gözəl günlər qeyd edəsin inşallah. Mən deyərdim ki, mənim online'da ruhum dincəldi. Mən burada cavanlaşdım. Mən sizin kimi gözəl xanımlarla yol yoldaşı oldum. Sizinlərlə oturub durdum. Mən deyərdim ki, mən burada 10-15 il cavanlaşdım. Maddiyyatdan çox mənəvi dostlar, mənəvi xanımlarla tanış oldum. Mənə daha ruh yüksəkliyi verdi. Yenə də deyirəm, nə yaxşı ki sizləri tanıdım. Kaş bir neçə il bundan qabaq olaydı Çinarə xanım. Siz dediniz, 20 ilində bundan qabaq. Mənim üçün də 20 il bundan qabaq olaydı bu şirkət. Daha gözəl olardı, daha böyük nailiyyətlərə imza atardım. Yenə də şükür məsləhətinə Allah açanı rəva bilib, ona da min şükür. İnşallah istəyirəm ki, bundan o yana daha gözəl olsun, uğurlarımız bol olsun. Bu yeni, gözəl bahar bayramına bərabər yeni arzularımıza da çataq. İnşallah hər şey gözəl olar, uğurlarımız olar. Hamınızı yenə də bayramınızı təbrik edirəm. Gözəl günlər arzu edirəm. İşlərimizdə də uğurlar arzu edirəm. Bütün xanımlar cümləmizə. Amin. Təşəkkür edirik dəyərli liderlərim. Axşamınız xeyir olsun, dəyərli liderlərimiz. Vaxtınız xeyir olsun, dəyərli Əlim üçün liderimiz. təşəkkürlər, gözəl Çinarə xanımımız, Aynurə xanımımız. Home Life ailəsinin bütün xanımlarına Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə bol-bol şans, bol-bol uğur arzulayıram. İnşallah hər birimiz üçün düşərli olar bu bayram. Home Life artıq mənim belə deyim, bir ailəmə çevrilib. Həqiqətən işi o qədər mənimsəyib, yəni o işi o qədər sevmişəm ki, artıq mən deyirəm ki, kimsə də deyəndə ki, boş ver, valla getməyəcəm qabağa, valla deyirəm, çox xahiş edirəm. Bu mənim kiçik bir dünyamdır. Artıq mən içimdə Home Life-ı kiçik bir dünya kimi yaratmışam. Mən kiçik dünyama toxunmayın. Nə istəyirsiniz eləyin, nə istəyirsiniz deyin. Nə desəniz, mən sizin də işinizdə kömək edərəm. Yetər ki, mənim kiçik dünyama toxunmayın. Yəni, işimi bu dərəcədə sevirəm, sponsorlarımı sevirəm, şirkətimi sevirəm. Niyə də sevməyim? Evdar bir xanım olaraqdan 12 rütbəsinə qədər burada yüksəldim. Yəni, 12-sə qədər hələ mən gördüyüm maaşı deyirəm. Evdar xanım olaraqdan ilk maaşımı mən Home Life-da almışam və öz arzularımı da, ailəmdə evlatlarımın arzularını da reallaşdırmağa başlamışam. Niyə də bu işi sevməyim? Qazandıran bir şirkət, xanımlara dəstək olan, yurd olan, yuva olan bir şirkət. Niyə də şirkətimi sevməyim, niyə də işimi sevməyim. İnşallah ən böyük arzum komandamda, məndən alt komandada olan xanımların o maaşları görməsidir. İnşallah Allah nəsib edər, hər birimiz qazandığımız maaşlardan qazandıra da bilərik. Çox sağ olun, hər birinizi öpürəm. Təlim üçün təşəkkürlər. Var olun. İnşallah hər birinizin yeni bayramınız mübarək olsun, çiçəklənən bayramınız mübarək olsun. İnşallah gələnin hər biriniz bu günü tamam fərqli yerlərdə və fərqli arzularınızı reallaşdıraraq və fərqli karyeralarda olmaq ümidi ilə gecəniz xeyrə qalsın. Bizdən bu qədər. Buyur liderim, son olaraq sizdən xanımlara bir tövsiyəniz, bir təbrikiniz. İnşallah ki, dəyərli liderlərimiz, hər biriniz gözəl şəkildə bu şansı dəyərləndirərək, elə bu andan başlayaraq, heç vaxt heç nə üçün gecdir deməyin.
Yəni bu şans sizin qarşınıza çıxıbsa, elə bu dəqiqə dəyərləndirin, elə bu gündən dəyərləndirin, özünüzü inkişaf elətdirin birinci növbədə. Özünüzü inkişaf elətdirsəniz və bu şirkətin qazanclarını gözəl şəkildə özünüz görüb inansaz, inanın ki, gerisi təfərrüatdır. Gerisi yavaş-yavaş gələcək. Artıq siz inandıqdan sonra sizin ətrafınız nə qədər sizi neqativə salmağa çalışsa da, sizin ailəniz nə qədər sizdə yox desə də, alamayacaq desə də, siz inanırsınızsa, heç vaxt inandığınız yoldan dönməyin, vaz keçməyin. Çünki bu bizim də ailəmizdə, bizim də həyatımızda olub. Bizlər də sizlər kimi sıfırdan başlamışaq. Biz də o mücadiləni verərək bu gün biz, yəni 3000 gəlir əldə edək. İnanın ki, zaman gələcək, sizlər də bizim yerimizdə olacaqsınız. Çünki bu şirkət hələ ki Azərbaycanda yenidir, körpədir. Hələ ki, baxın, fabrikini yeni açıb. Çox gözəl, hələ çox, yəni xırda az məhsullarımız istehsal olub, amma çox möhtəşəmdir, qiymətləri münasibdir. İnşallah ki, istifadə edənlər hər bir kəsdə mən inanıram ki, həqiqətən inanıram ki, o məhsulları düzdür, əlimə almamışam, hələ istifadə etməmişəm, amma keyfiyyətindən inanın ki, əminəm. Mən şəxsən qarantisini verə bilərəm ki, o məhsulların keyfiyyəti daha, yəni olduğundan da gözəl olacaq. Çünki bu Home Life-dır. Çünki bu şirkətin başında Şeyda xanım var. Çünki o məhsulların keyfiyyətinə, necə deyirlər, xanımların qazanmağına hər zaman önəm verən bir xanım var. Onun üçün də olduğunuz yerin qədrini bilin, dəyərini bilin. Yəni işi özünüz üçün, inandığınız üçün və qazanmaq üçün çalışın. Sponsor üçün sponsor deyir deyə etməyin. İnanın ki, əgər siz özünüzə inanaraq başlayarsınızsa və disiplinli şəkildə çalışarsınızsa, hər biriniz də istədiyiniz nəticəni gözəl şəkildə görəcəksiniz. Teşekkür ederim değerli liderim. Gelen təlimlərdə görüşmək ümidi ilə xanımlar. Sağ olun, gecəniz xeyrə qalsın. Gecəniz xeyrə, sağ olun.